Bir daha sabahınız xeyir olsun, hörmətli izləyicilərimiz. Ekran qarşısında yeni əyləşənləriniz varsa xoş gəlmişsiniz və studiyamızda qonaqla davam edirik. Anonsunu da vermişdim efrimizin əvvəlində. Bugün studiyamızın qonağı İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova bizimlədir. Aytən xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun, sabahınız xeyir, necəsiniz? Yaxşı olasınız, çox sağ olun. Sizi burada yenidən görmək bizim üçün xoşdur. Minnətdaram. Aytən xanım, bugün belə bir sual ünvanlamışdıq ki, xroniki xəstəliyiniz varmı? Mən izləyicilərimizin əksəriyyətinin yazdığı bir xəstəlik vardı, şəkər xəstəliyi, diabet. İlk olaraq bu sualı ünvanlamaq istəyirəm ki, şəkər xəstəliyi, diabet bugünkü dövrümüzdə xəstəlikdir ya həyat tərzi? Bilirsinizmi necə? Siz bu sualı mənə indi yox, haradasa bir 20 il bundan öncə bu sualı versəydiniz, belə bir loqonlar, efirlərdə həmişə deyirdilər ki, şəkərli diabet həyat tərzidir. Amma mən bu sahədə olan bir endokrinoloq və 20 ildən artıq bu sahədə çalışan bir mütəxəssis kimi, bilirsinizmi necə? Belə biraz acı səslənə bilər, bir həyat tərzi baxılmayan halda, baxın, əgər gözə vurarsa, gözdə körluq, ayaqda ağırlaşma, amputasiya, böyrəkdə çatmamazlıq, dializ verərsə, o həyat tərzi ola bilərmi? Mən şəxsən diabetə, mən bir misal deyim, belə bir misal var, bağa baxarsan bağ olar, baxmayarsan dağ olar. İki yerə bölək, baxımlılar və baxımlayan. Həyat tərzi o baxımlı insanlara aid olacaqdır və əgər baxılan halda, pis tərəfi dedim, amma yaxşı bir tərəf nədir? Baxılan halda şəkərli diabet pasiyentləri ən uzun ömürlüdürlər, ən sağlamdırlar. Niyə? Çünki ən gözəl qidalar yeyərlər, daimi müayinədədirlər və daimi nəzarət altında olan pasiyentlərdirlər. Amma baxılmayan halda mən ona həyat tərzi yox, mən ona çox ağırlaşma verən belə bir silent killer deyirlər. Sakit qatil adı verərdim ona. Yəni, belə başa düşürük ki, ümumi əgər biz o həyat tərzi niyə deyilir, qidalanmağımıza, ümumiyyətlə, hərəkətliyimizə fikir verəriksə, tək şəkər xəstəliyi deyil, bu bir çox xəstəliklərdə bizə müsbət geri dönüş edə bilər. Bilirsiniz, mən həmişə öz pasiyentlərimə belə bir söz deyirəm. Məsələn, mənim qidalanmam sizin kimidir, yəni onlar kimidir. Yəni, söhbət buradan getmir ki, əvvəlki bir dövrdə gedərdik bir endokrinoloqa, nə deyərdilər, mənim indiyə kimi yadımdadır. Sənin yeməyin ümumi yeməkdən ayrılmalıdır. Sən yeməyini ayrıca pişirməlisən. Bunu yemirsən, onu yemirsən, bunu... Təbii ki, o elə deyil. Şəkərli diabet pasiyentləri bizim kimi qidalanırlar. Məsələn, mənim qidalanmam onların eynidir. O nə deməkdir? Sağlam qidalanırıq. Məsələn, çörək karbohidrat istifadə edirik. Onun kəpəkli, məsələn, növündən istifadə edə bilərik. Şirin istifadə edə bilərik. Hansından istifadə edəcəyini, onu deyəcəm. Yəni, burada söhbət getmir ki, sizin yeməyiniz ayrıdır. Təcrid, xeyr. Sadəcə hansından, məsələn, yağdır, demirik yağ olmaz, deyirik hansı yağı olar. Şirinidir, demirik şirini olmaz, deyirik hansı növü olar. Çörəkli demirik çörək olmalı deyil, olmalıdır hansı növü. Məsələn, düyü deyirlər şəkər olan kimi düyünü çıxardırsın. Xeyr, biz düyünü çıxartmırıq, sadəcə düyünün hansı növünü deyirik və nə miqdarda. Bax, indi belədir. Yəni, 20 il öncə bir başqa idi, indiki dövrsə bir başqadır. Bəs, bəzən düşünürük ki, bütün xəstəliklər irsi keçir. Yəni, misal üçün, əgər bizdə genetik ailəmizdə, böyüklərimizdə şəkər xəstəliyi varsa, mütləq şəkildə də bugün yoxdursa da, növbəti illərdə o bizdə görsənə bilər, özün göstərə bilər. Bu doğrudan mı belədir? Baxın, ədəbiyyat bunu belə göstərirdi. Yenə deyirəm, mənim indiyə kimi yadımdadır ki, bizim bir professor var idi. O demişdi ki, siz bu 6 ildə əlifbanı oxuyursunuz, siz burada həkim olmursunuz ki. İndi o sözü mən anlayıram. Elə deyilirdi, ədəbiyyat deyirdi ki, şəkərli diabet irsi xəstəlikdir, əksərən irsiyyətdə olur. Amma təcrübə onu göstərmir. Təcrübədə kifayət qədər irsiyyətdə şəkəri olmayan pasiyentlər görürəm. Hətta şəkər biz deyəndə nə deyirdik? Şəkərli diabet orta yaşda yuxarı meydana çıxan diabetdir. Amma mən indi uşaqlarda görürəm. Mən məsələn, indiki dövrdə mən heç, belə deyim, öz övladıma qarant deyiləm ki, nə ola bilər. Baxın, mən endokrinoloq ola-ola, mən indi bilmirəm ki, uşaqlarda çox rast gəlinir. Niyə? Bilmirəm,
təbii ki, yemək məsələsi var, əlavə qidalar məsələsi var. Bəlkə həm də odur. İndi biz onu bilmirik, o nəyə görə, informasiyadırmı. Amma hər halda şəkər 20 il öncəkini, indiki şəkər bir deyil. Mən onu bir mənalı 100% bu sözün arxasındayım. Elə uşaqlardan söz düşmüşkən, ana bətnində körpənin şəkər olma ehtimalı varmı? Ümumiyyətlə, bu ehtimal nə qədərdir? Aha. Bir onu deyə bilərəm ki, bundan qorxmaq lazım deyil. Ən çox verilən sual. Mən şəkərli diabet xanımı ilə evlənmək istəyirəm və yaxud da ki, şəkərli diabeti olan bəyə ailə qurmaq istəyirəm. Belə bir sual verirlər və inandırım sizə, bu dəqiqə sosial şəbəkələr dairəktə, belə deyim də, gizlin o suallar çox verilir ki, bəs uşaq övlad şəkəri əmələ gətirə bilərmi? Belə bir təcrübə yoxdur, belə bir ədəbiyyat da yoxdur ki, anada, atada varsa, o keçici virus deyil ki, infeksiya keçilsin, uşaq anadan olsun şəkərlə. Belə bir təcrübə yoxdur. Təbii ki, valideynlə övlada keçir. Yox, keçmir. Amma uşaqlarda bəli, şəkərli diabet rast gəlinə bilər. Ana bətnində rast gəlinə bilər? Xeyr, xeyr. Belə bir təcrübə yoxdur. Belə bir təcrübə yoxdur, bəli. Bəs, uşaqlarda deyirsiniz rast gəlinir. Onu biz necə hiss edə bilərik? Valideynlər necə hiss edə bilər ki, uşağında belə bir risk var? Məsələn, onu həkimə aparmağa ehtiyac var, yaranıb. Bəli. O gözəl bir sualdır. İndi, bilsinizmi, o sosial şəbəkələr, efirlər, yenə də o son dönəmlər çox xəstəlik haqqında danışıldı. Efirlər də oldu. Hər halda bir 20 il bundan öncəki ilə indiki bir illər eyni deyil. Baxın, hamısı bilir ki, şəkərli diabetin hansı əlamətlər var. 90% bilir. Ağızda quruluq deyəcək, yanğı hissi deyəcək, tez sidiyə getmə deyəcək və s. Amma uşaqlarda bu əlamət olmaya da bilər. Uşaqlarda biraz başqa cürdür. Bəli, o ani olaraq tez su içməsini və yaxud da körpə bir uşaqdır, məsələn 2 yaşda. O necə bilinə bilər ki, onun uşaq su içmək istəyir? Uşaqlarda belə bir simptomlar olur. Qarın ağrısı, qaytarma ola bilər, qarın ağrısı ola bilər və ana bu uşaqda, mən düşünürəm, bütün xanımlar asetondan istifadə ediblər. Düzdür, indiki dövrdə aseton daha az istifadə olunur, müasir o manikür aparatlarından sonra. Amma uşaqda aseton iyi hiss edə bilərlər. Çünki uşaqlarda adətən birinci tipi olur və onlarda klinika çox ağır olur. Yəni, biz onları tapan kimi çox yüksək şəkərlərlə tapırıq. Biz onları 200-lərdə tapmırıq. Biz onları 500-lərdə, 600-lərdə aseton iyi gəlir, ürək bulanma, qaytarma, qarın işləməsi. Baxın, heç şəkərdə bu əlamət olardı mı? Yox, təbii ki, başqa bir şey düşünülərdi. Amma adi bir ana baxır ki, ürək düşünür ki, məsələn, bəlkə bu uşaq zəhərlənibmi, bəlkə bu uşaqda bir qrip əlaməti varmı, amma yoxlayırıq, yüksək şəkərdir. Bax, uşaqlardan elə danışmışkən biraz valideynlər də düşündürəm, əsas sualları istəyirəm verim. Uşaqlar bilirsiniz ki, şəkərli, şirniyyata daha çox meyilli olurlar, konfetlərə və s. Bunu çox istifadə etmək uşaqlarda şəkər yarada bilərmi? O riski nə dərəcədədir? Bəli, gözəl bir sualdır. Bilirsinizmi necə? Mən deməzdim ki, bu uşaq şokolad yedi, şəkər yedi, getdi şəkər oldu, deməzdim. Amma hər halda şirin qidalar bir mənalı olaraq mədə-altı vəzini qıcıqlandırırlar, düzdürmü? Karbohidrat mübadiləsi, belə karbohidrat çox qəbul olunur və bu uşaqda nə olur? Çəkinin getdikcə artması. Çəkinin artması da bir şəkər üçün 99 yox, 100%li bir riskdir. Bəli, ehtimal var, amma bilavasitə yox ki, şirin yedim, şəkər oldum. Yox, dolayısı yolla təsir edəcək. Təsir edə bilər. Bəs, bir sual verim, şəkərli diabet tam sağalırmı? Belə bir təcrübənizdə pasiyentiniz olubmu ki, şəkərli diabetdən əziyyət çəkib müəyyən bir müddətdən sonra müalicələr, həyat tərzi və s. daha sonra tam sağalıb? Bəli, bəli. Bunu yenə də deyirəm, 20 il bundan öncə sual versəydilər, mən buna yox deyərdim. Amma indi tam şəkərli diabetin növündən asılı olaraq, bəli, şəkərli diabetin elə növü var ki, tam sağalır. Bu nə deməkdir? Pasiyent insulindədirsə, insulindən çıxır. Məsələn, kifayət qədər bu cür pasiyentlərimiz var. Bu çəki ilə bağlıdırsa, çəki gedirsə, şəkər nizamlanır. Həyat rejimi nizamlanırsa, bəli,
dərmandan da çıxan var, insulindən də çıxan var. Hal-hazırda bu cür pasiyentlərimiz çoxdur. Amma belə deyim də, çox maraqlıdır ki, daha çox kişi pasiyentlərində bu var. Yəni, qadın pasiyentlər axıracan gedə bilmirlər. Bugün dünya statistikasına nəzər yetirdikdə, şəkərli diabet olan xəstələrin sayında artım müşahidə olunur. Bunun əsas səbəbi nə ola bilər? Bilirsinizmi necə? Yəni, səbəblər deyildikcə davam edir. Ümumi o səbəbləri demək istəməm. Yəni, stres deyilir, nə bilim, qidalanma deyilir və s. Amma bilirsinizmi necə? Bəzən heç bu sualın cavabını tapa bilmirəm. Mən biraz belə deyim də, bəlkə mən elə bilirəm ki, bir 15-20 ildən sonra, bəlkə də bir 30 ildən sonra bu niyə qalxıbdır? Yəni, dünyanın qayda qanunları var da, bilmirik. Yəni, biz ümumi nə söz deyək, bəlkə də bir bioloji silahdır bu boyda şəkər xəstələri qalxır. Söhbət yeməkdən getmir axı. Pasiyent var, ömrü boyu ağzına şirin qida qəbul etməyib, var elə pasiyentlər. Niyə şəkər olsun? Baxın, sualdan sual doğurur. Ona görə təbabət yoxdur. Təbabət 2 vurulsun 2 deyil və kitabda olan, ədəbiyyatda olan yazılar həyatda bəlkə belə deyim də, dünyanın hansı bir ölkəsi üçün ədəbiyyatda uyğun gəlir. Bizim Azərbaycan üçün bu uyğun gəlmir, bəli. Aytən xanım, günümüzdə artıq bizim cəmiyyətdə də şəkər xəstələri çoxdur və şəkər aparatlarını aptekdən alıb, evdə istifadə edib, özləri insulinlərini istifadə edirlər, yəni şəkər dərmanlarını, iynələrini. Və bu hansı hallarda baş verir? Deyək ki, pasiyent xəstə evdə öz şəkərini ölçür, biraz yüksək çıxanda panikaya düşür, ardarda yəni tez-tez şəkərini ölçəcək, biraz hər dəfədə dərmanın dozasını biraz həkimindən soruşmadan artırır. Bunun hər hansısa bir zərəri varmı? Ümumiyyətlə, evdə, ev şəraitində bu neçə dəqiqədən bir ölçülməlidir? Hansı dozaya qədər çıxmaq olar? Burada həkimə nə zaman müraciət olunmalıdır? Baxın, bilirsinizmi necə? Şəkərli diabet təsəvvür, biz bunun sayını deyirik ki, məsələn, bu qədər sayı artır. Mən sizə bir söz deyim. Eyni şəkərli diabet pasiyenti yoxdur. Onlar hamısı fərqlidir. Mən, məsələn, 2 eyni cür şəkərli diabet pasiyenti gedən pasiyent görmədim. Bir şey var, siz tamamilə doğru deyirsiniz ki, müəyyən pasiyentlər var ki, yoxluyur, bir damcı yuxarı görən kimi panika düşür və panika düşmək nə deməkdir? O stres hormonu deyirik də, qorxu hormonu. Onlar başlayır qalxmağa. Onlar da qalxdı, şəkərin bəli qalxması müşahidə olunur. Belə deyim də, həyəcan sindromu olan pasiyentlərdir. Ona görə bu sualı ki, gündə nə qədər ölçmək, necə ölçmək individualdır. Əgər o pasiyent, elə pasiyent var, 10 dəfə ölçmək lazımdır. Çünki təzə başlamışıq. Elə pasiyent var, 5 dəfə ölçürük. Eləsi var, 4 dəfə, 2 dəfə də ölçən var. Yəni, optimal 2 dəfə ölçür. Əgər stabil gedirsə, 2 dəfə. Məsələn, elə pasiyent var ki, normal gedir, artıq nizamlanmışıq. Onu bir gündən bir də ölçməsini məsləhət verə bilərik. Bilirsinizmi? Bu individualdır. İndividualdır. Yəni ki, deyim ki, konkret bu qədər ölçmək hamısı üçün eynidir, yalan deyərəm. Bəs iynə vurulduqdan və ya dərman qəbul edildikdən nə qədər sonra biz onun effektini görə bilərik? Nə qədər sonra təkrar yoxlanılmalıdır? Ümumiyyətlə, müalicənin effekti haqqında 1 ay ərzində dəyərləndirilməlidir. Yəni ki, bugün mən dərman içim, yəni o əgər efirdə izləyirlərsə, çox pasiyentlər, çox insanlar elə bilir ki, bugün şəkər dərmanı içdi, axşama düşəcəkdir, belə bir şey yoxdur. Biz o şəkərlə aylarla işləyirik. Əgər şəkəri salmaq belə asan bir şey olsaydı, onda heç bu qədər şəkər olmazdı. Bu boyda xroniki yüksək şəkərlərlə gəzən pasiyentlər olmazdı. Təbii ki, vaxt lazımdır. Ən azı 1 ay ərzində dəyərləndirilməlidir. Bəzən çox da ola bilər. Amma optimal gedərsə 1 ay ərzində nizamlamaq olar. Onu ancaq pasiyent yox. Onu həkim nizamlamalıdır, bir mənalı olaraq. Bəzi xəstələr də insulin qəbul etməkdən imtina edirlər və hətta həkimə də belə bir tələblə zaman-zaman gəlirlər ki, mən insulini oturtma, mən insulindən asılı vəziyyətdə qalmaq istəmirəm. Bu cür halda nə edilməlidir? Ümumiyyətlə, necə yanaşma sərgilənir o xəstəyə qarşı? İnsulindən qorxmağa əsas varmı? Bilirsiniz, bəli, tamamilə doğru ki, müəyyən pasiyentlər var ki, insulindən fobiyası var. Bəli, qorxurlar, düzdür. Amma indi bir şey var, insulini hamısına təyin etmək olmaz ki, insulin yalnız bədəndə insulin olmayan halda və hər hansı bir göstəriş olan halda təyin oluna bilər. Yoxsa ki, məsələn,
bilirsinizmi, indi yox, hardasa bir 10 il bundan öncə belə bir dəbdə var idi ki, ən yaxşı insulindir, onu mən də deyirdim. Yəni, çünki mənə elə öyrətmişlər ki, ən yaxşı insulindir, keçək insulin və sənə ziyan olmasın, orqanları zədələməsin və s. Amma belə bir tədqiqat çıxdı ki, əgər insulinə ehtiyac yoxdur, olur bəzən, o insulin sevənlər qrupu var. Əlavə insulin gedib pasiyentdə göz ağırlaşması, yəni göz dibində qan sızmaları əmələ gətirəcəkdir. Ona görə əgər ehtiyac varsa, yəni məni pasiyentlər tanıyır ki, mən ümumiyyətlə 90% halda insulin ehtiyac yoxdursa çıxardırım. Onlar onu özləri bilirlər. İnsulinə ehtiyac varsa da onun hansı növü, necə təyin olunması vacibdir. Bilirsinizmi? 2 eyni dərmandır. Biri təyin edə bilər, Allah eləməsin, letallıqla, yəni ölümlə nəticələnə bilər. Biri təyin edə bilər, əksinə dirçəliş və həyatın uzanması ilə nəticələnə bilər. Ona görə orada əsas özünüz yox, düzgün həkim tapılması. Valla bilirsinizmi necə, bu əyri oturub düz danışaq misalı belə bir söz var. Həqiqətən də ixtisasçının seçimi çox önəmlidir. Yəni araşdırılmalı, baxılmalı, söhbət təkcə məndən getmir. Yəni səmimi sözümdür. Ümumiyyətlə araşdırma çox vacibdir, bəli. Onu bir həkim kimi yox, bir adi bir məsləhət edən bir insan kimi onu məsləhət verərdim. Son olaraq çox qısa sizdən bir-iki cümlə ilə istəyəcəm ki, şəkərlə necə yaşamaq lazımdır? Bunu da deyin və artıq vaxtımız çox qısadır, sağ ollaşaq. Şəkərlə çox gözəl də yaşamaq olar. Düzgün həyat rejimi. Siz bilin ki, siz ən sağlam insanlar qrupundasınız. Niyə? Çünki vaxtaşırı müayinədəsiz, ən gözəl yemək yeyirsiniz, vaxtaşırı ən gözəl müalicələr keçirsiniz və siz düzgün riayət eləyərsinizsə, İnşallah ən uzun ömürlər sırasında da olacaqsınız. Çox sağ olun Aytən xanım, təşəkkür edirəm. Buyurun. Hörmətli izləyicilərimiz, bir daha xatırladım ki, bugün studiyamızın qonağı İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova bizimlə idi. Və belə daha bir günün sonuna gəlib çatdıq. Mən təşəkkürlərim var, onlara sağollaşmadan edim. Geyim üçün Podium Park Bayildənizə minnətdarlığımı bildirirəm. Memarəcə metro stansiyası yaxınlığındadır. Yaxınlaşa bilərsiniz, çox uyğun qiymətə bəyəndiyiniz geyimləri seçə bilərsiniz. Və eyni zamanda bugünkü saç makyaj üçün qrim ustamız Gülya xanıma minnətdarlığımı bildirirəm buradan. Çox sağ olsun, əllərinə sağlıq və sizinlə bugünlük sağollaşıram. Gününüz gözəl, uğurlu keçsin inşallah. Sabah eyni saatda, eyni məkanda yenidən evinizə gələcəyik və hər şeydən xəbəriniz olsun deyə maksimum çalışacağıq.